Deyirəm Ayətullah Xamneyinin ölümünə üzüləcəyim heç ağlıma gəlməzdi. Həm də heç. Nə dini fanatik deyiləm, nə də dindən uzaq. Dinə də hörmətim var. Dindara da, ateistə də, agnostikə də. Hətta deistə də. Ancaq məsələ burasındadır ki, Ayətullah Xamneyinin ölümündən sonra bəzi məqamlar haqqında düşünməli oldum. Bəli, dinlə idarə olan dövlətləri kimsə qəbul eləmir, eləmək də istəməz. Çünki Azərbaycan kimi dini tolerant ölkələr hər zaman dəyər və hörmət içərisində olur. Dinə də hörmət var, dinsizə də. Ancaq məsələ burasındadır ki, son günlərdə Ayətullah Xamneyinin ölümündən sonra əslində bəzi videolar göstərdi ki, Allah elə dağına baxıb qarını verirmiş. Bəli, xaricdə və ölkənin içərisində rəqslərdən azadlığı ifadə eləyir deyə işin əndazəsi dəyişdi. Artıq İranlı qadınlar, qızlar yavaş-yavaş Ramazan ayının xüsusi dönəmlərində gah damağında siqaret, gah əlində içki, gah da ki yavaş-yavaş niqabı, hicabı soyuna-soyuna çılpaq şəkildə azadlıq göstərməyə çalışdılar. Yox əzizlərim, bu azadlıq deyil. Bu azadlıqla özbaşınalıq arasında pozulan incə bir pərdədir. Yəni, mənfi 100-dən müsbət 100-ə adlamaq istəyirsinizsə, əvvəlcə bu ox üzərində sıfırı görməyiniz lazımdır. Amma siz o sıfırı görmək istəmədiniz. Odur ki, sosial mediada yayılan videoların altında gələn rəylər isə Azərbaycanlı oğlanlar və qızlar və ya Türkiyəli oğlanlar və qızlarda isə ümid edirik ki, bizə gəlməzlər rəyidir. Bəli, çünki bu cür videolarla siz ancaq və ancaq tərbiyəsizliyi və əxlaqsızı təbliğ elədiniz. Yəni, azadlıqla bunun yaxından uzaqdan heç bir bağlantısı yox idi. Sadəcə İran əxlaq polisi anlayışı mənə indi daha yaxından çatdı və buna üzülərək dedim. Bir feminist olaraq, bir xanım olaraq bu yayılan videolara üzüldüm. Elə Xamneyə üzüldüyüm kimi.